Salam, hörmətli izləyicilərimiz. Bu günləri mən sizə 3 mərtəbəli belə bir ev təqdim edirəm. Gəl. Buranı ev kimi istifadə etmək olar. Hündürlüyü çox hündürdür. Yəni, qaraj nəzərdə tutulub, bura monolit betondur. Monolitləndir. Biz çıxaq ikinci mərtəbəyə, ikinci mərtəbəyə tanış edirik. Ya Allah. Daxil olanda o belə bir pilləkənli yuxarı qalxan pilləkən. Yəni betonlandı. Çünki bura monolit beton. Bura bizim qonaq otağımızdır, hörmətli izləyicilərimiz. Qonaq otağımız kifayət qədər genişdir, normaldır. Cüt daşdan inşa olunur. Yenə də təşəkkür edirəm. Son tamamlanma işləri gedir burada. Evimiz tam mülkiyyət çalır. Torpağın çıxarışma evindir. Bura mətbəxdir. Gördüyünüz kimi pəncərələrin qarşısında heç bir müayinə kəsmir. Yer, həyət, yer, koridor istifoldur. İkinci mərtəbədə olan sanitar qovşaqdır. Biz qalsaq üçüncü mərtəbəyə. Üçüncü mərtəbəyə qalsaq. Hörmətli izləyicilərimiz, burada bir dənə yataq otağımız var. Belə müayini. Yəni bu uşaq otağı ola bilər. Balaca bir otaqdır. Burada isə burada böyük otaqdır. Burada belə xırda bir balkon da var. Yəni balkonun qarşısında hələ dəmir barmaqlığı yoxdur. Yəni təkrar edin, burada son tamamlanma işləri gedir. Burada isə üçüncü otağımızdır. Hörmətli izləyicilərimiz, bax, burada bir dənə də sanuzel sanitar qovşağımız var. Evimiz Kupçalıdır. Evimiz Kupçalıdır. Real alıcıya endirim olunacaq. Evimizin qiyməti 135.000 manatdır. Sağ olun, kanalımıza abunə olmağı unutmayın.